ana tərəfdən babam Şuşalıdır və demək olar ki, onlar bu erməni təcavüzünün ilk qurbanlarından idi. Çünki 1905-ci ildə məcburən köçmüşlər Qarabağdan. Babamın onda 10 yaşı vardı, amma mən onların evdə, o babamın evində o ruhu mən hiss eləyirdim. Yəni ki, biliyə, kitaba hörmət, çox dar bir şeydə də evdə yaşayırlar, amma orada kitab rəfləri, nə bilim, mürəkkəblə yazılan, nə bilim, qələm və mürəkkəb və s. şeir yazırdı. Sonra məsələn, tutaq ki, uşaqları oxutdururdu, muğam, hə, sən bu şöbədən oxu, sən bu... Yəni ki, bu şeyləri mən görmüşəm və onun qardaşı, yəni ki, bu mühiti və Qarabağda hər kəs, demək olar ki, ailələrin əksəriyyəti həmin bu mədəniyyətin daşıyıcıları idi. Ona görə də o qədər orada şair vardı, o qədər musiqiçi vardı. Musiqiçilər yaxşı dolanırdı orada, çünki yaxşı ona deməli hörmət... Dəyərini bilənlər var idi. Dəyərini bilənlər vardı. Qarabağın dili mədəniyyətdir, sanki ünsiyyət vasitəsi. İndi görün, məsələ nədir? Büyünməyə eşitdim, mənə doğrudan təcrübli gəldi, amma görün nədir ki, bizim indi Qarabağ Universitetində İncəsənət şöbəsi, musiqi şöbəsi var. Bakıda Milli Konservatoriyaya cəmi 7 nəfər Tarçalan daxil olub. Qarabağ Universitetinin musiqi bölümünə 21 nəfər. Biz deyirdik ki, Qarabağ, Şuşa Azərbaycan musiqisinin konservatoriyası, adı indi doğrudan da gəldi oldu belə də. Və çox bizim güclü musiqiçilərimiz, fəxrimiz olanlar çoxları indi hatta. Məsələn, tutaq ki, musiqi bölümünün dekanı Amerika təhsili, özü doktorantura bitirmiş bir bəstəkar Türkər Qasımzadə. Cavandır, amma ki, məsələn, o da belə düşünülmüşlər, qəbul elədi bu dəvəti, getdi ora və s. Bir çoxları, Arslan Növrəsli, Tar müəllimi və s. hamısının indi adını çəkmirəm. Hətta işdim Kamran Kərimov, bizim ən məşhur nağara ustamız gedib ora. Nə bilim, Ələkbər